Salam dostlar, bugünkü dərsimiz informatika fənninin çox vacib və maraqlı bir mövzusuna, modelləşdirmə mövzusuna həsr olunub. Əgər siz Microsoft Excel və ya Google Sheets proqramlarından istifadə etmisinizsə, deməli modelləşdirməyə də bir addım atıbsınız. Bu bacarıq sizə təkcə dərslərdə deyil, gündəlik həyatda da, məsələn, xərclərinizi planlaşdırmaqda və məlumatları təhlil etməkdə də çox kömək edəcək. Modelləşdirmə nədir? Gəlin əvvəlcə anlayışdan başlayaq. Modelləşdirmə, real həyatda baş verən hər hansı bir hadisəni, obyekti və ya prosesi sadələşdirilmiş şəkildə təsvir etmək və öyrənmək deməkdir. Sadə dillə desək, modelləşdirmə bizə reallığı təqlid etməyə və onun nəticələrini əvvəlcədən görməyə imkan verir. Məsələn, hava proqnozu hazırlayan meteoroloqlar hava modellərindən istifadə edirlər. Həkimlər insan orqanizmini öyrənmək üçün bioloji modellər qururlar. Yəni modelləşdirmə həm elm, həm də texnologiya sahəsində qərar vermək üçün çox vacib vasitədir. Elektron cədvəl proqramında modelləşdirmə. Bəs elektron cədvəl proqramında modelləşdirmə nə deməkdir? Sadə şəkildə desək, bu real həyatda baş verən bir prosesi və ya problemi cədvəllər, düsturlar və qrafiklər vasitəsilə təsvir etməkdir. Məsələn, biz Excel-də və ya Google Sheets-də aylıq gəlir və xərclərimizi hesablaya bilərik. Temperaturun günlər üzrə dəyişməsini izləyə bilərik. Kreditin aylıq ödənişlərini hesablaya bilərik və ya satışların artımını modelləşdirə bilərik. Belə modellər bizə müxtəlif ssenariləri yoxlamağa, dəyişikliklərin nəticəsini əvvəlcədən görməyə və məlumatlara əsaslanaraq qərar qəbul etməyə imkan verir. Modelin mərhələləri. İndi isə gəlin modelin qurulma mərhələlərinə baxaq. Problemin müəyyənləşdirilməsi. Əvvəlcə hansı prosesi modelləşdirəcəyimizi seçirik. Bu mərhələdə əsas məqsəd nəyin öyrəniləcəyini və hansı nəticəyə çatmaq istədiyimizi aydın şəkildə müəyyənləşdirməkdir. Modelin qurulması. Məlumatları cədvələ daxil edirik, düsturlar və əlaqələr yaradırıq. Bu zaman biz real həyatda baş verən prosesi kompüterdə rəqəmlər və hesablamalarla təsvir edirik. Modelin yoxlanılması. Modelin düzgün işlədiyinə əmin oluruq. Yəni, daxil etdiyimiz məlumatlar və düsturlar nəticədə gözlədiyimiz nəticəni verirmi? Bunu sınaqdan keçiririk. Nəticələrin təhlili. Nəticələrə baxırıq və onlara əsasən qərar veririk. Burada biz modelin çıxardığı məlumatlara əsaslanaraq müəyyən qərar və ya proqnoz formalaşdırırıq. Yekun. Beləliklə, bu dərsdə öyrəndik ki, modelləşdirmə real proseslərin və hadisələrin sadələşdirilmiş təsviridir. Elektron cədvəl proqramları bu modelləri qurmaq üçün çox əlverişlidir. Modelləşdirmə bizə verilənlər əsasında analiz aparmağa, proqnoz verməyə və düzgün qərar qəbul etməyə kömək edir. Unutmayın, Excel sadəcə hesab aparmaq üçün deyil, o həm də məlumat üzərində düşünmək üçün bir laboratoriyadır. Ev tapşırığı. Excel və ya Google Sheets proqramında 7 gün ərzində temperaturun dəyişməsini göstərin və bu məlumatları qrafik şəklində təqdim edin. Bu qədər dostlar. Ümid edirəm ki, bu dərs sizə modelləşdirmənin nə olduğunu və onun praktik tətbiqini anlamaqda kömək etdi. Sağ olun, növbəti dərsdə görüşənədək.